Salam, bugün çevrə üzrə bərabər sürətli hərəkət, qarşılı ötürmə, güvən test toplusuna baxarıq. A variantına. Birinci sualda deyir ki, O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərində verilmiş 1 və 2 nöqtələri üzrə hansı fiziki cəmiyyətlərin qiymətləri fərqlidir? Deməli, biz bilirik ki, baxın, buradan bir istiqamətində bir dənə də çevrə çəksək, kənarı bir nöqtəsi olan. Görürük ki, bu bir disk üzrə hərəkətdir. Baxın, O nöqtəsi, hər iki çevrə O nöqtəsi ətrafında hərəkət edir. Bu hərəkətdə biz bilirik ki, bucaq sürəti, tezlik, period, bir də dövrlərin sayı sabitdir. Fərqli olanı istəyir. Period sabitdir, tezlik sabitdir, dövrlərin sayı sabitdir, bucaq sürəti sabitdir, xətti sürət olacaq cavabımız. İkinci sual, O nöqtəsi ətrafında fırlanan diskin üzərindəki A və B nöqtələrinin periodlarını müqayisə eləyin deyir. Yenə baxın, bir çevrə çəkirəm, kənara A nöqtəsində qalsın. Baxıram ki, bu birinci, bu da ikinci çevrəmiz olsa, O mərkəz ətrafında, yəni bir disk üzrə hərəkətdir. Biz də bilmişdik ki, bir disk üzrə hərəkətdə bu 4 cəmiyyətdən, sabit olan 4 cəmiyyətdən biri də perioddur. Deməli, hər ikisi bir-birinə bərabər olacaq, 2 olacaq D variantı. Üçüncü sual, tərpənməz O1, O2 oxu ətrafında fırlanan kürədə verilən nöqtələrin periodlarını müqayisə edin. Baxın, görürük ki, bir disk üzrə hərəkətdir yenə və bütün nöqtələr bir diskin üzərindədir. Ona görə də yenə də period sabit olan cəmiyyətlərdəndir deyə Y variantı olacaq. Dördüncü sual, fırlanan disk üzərindəki A nöqtəsinin periodu 2 saniyə olarsa, B nöqtəsinin periodu neçə saniyə olar? Baxın, yenə A və B bu birinci çevrəmiz, bu da ikinci çevrəmiz olsa, yenə də bir O mərkəzinin ətrafında hərəkət edir bu iki çevrə. Bir disk üzrə hərəkətdir. Periodlar bərabərdir. Yəni, əgər A nöqtəsindəki period 2 saniyədirsə, B nöqtəsindəki period da elə 2 saniyə olacaq. Ona görə də C variantı. 5-ci suala baxırıq. Qarşılı ötürmə ilə sürüşmədən fırladılan təkərlərdə A və B nöqtələrinin xətti sürətlərinin nisbətini hesablayın. Yəni, biz bilirik ki, qarşılı ötürmədə sabit olan iki cəmiyyət var. Biri sürətdir, bir də onların getdiyi yoldur. Yəni, hər iki təkərdə, A və B təkərlərində onsuz da sürətlər bir-birinə bərabər olacaq deyə, onların nisbəti də bizə 1-i verər. Sonra 6-cı suala baxırıq. Tərpənməz O1, O2 ox ətrafında fırlanan kürədə verilən nöqtələrin bucaq sürətlərini müqayisə edin. Deməli, dostlar, biz bildik ki, bir disk üzrə hərəkətdir. Bu da bir disk üzrə hərəkətdə sabit olan cəmiyyətlərdən biri də nə idi? Bucaq sürəti idi. 4 dənə idi. Bir də yazıram, period, tezlik, dövrlərin sayı və bucaq sürəti. Sabit cəmiyyətlərdən deyə D variantı olacaq. 7-ci sual. Mərkəzindən keçən O1, O2 ox ətrafında sabit sürətlə fırlanan L, M və N nöqtələri arasındakı doğru münasibəti təyin edin. Deməli, baxın, bir disk üzrə həm L nöqtəsi, həm M nöqtəsi, həm də N nöqtəsi bir disk üzrə hərəkətə aiddir. Yəni, hər ikisi üçü O1, O2 ətrafında hərəkət edir. Və orada bucaq sürətləri sabitdir, tezliklər sabitdir və sürətlər təbii ki də fərqlidir. Deməli, məsələn, V-nin 2pi RN düsturundan baxsam, baxıram ki, N-in sabit qiymətidir. Onsuz da bir disk üzrə hərəkətdə bucaq sürəti sabitdir. Sürətlə radius düz mütənasib aslında. Yəni, hansının radiusu böyükdürsə, onun sürəti böyükdür. Baxıram ki, birin yoxsa, deməli, L-in yoxsa N-in radiusu. Baxın, L-in çevrəsi daha böyükdür, N-inki daha kiçikdir. Bu deməkdir ki, L-in radiusu N-in radiusundan daha böyükdür. Amma M-inki hamısından böyükdür. Baxın, ona görə də VM böyük olacaq VL, o da böyük olacaq VN. Bilirsiniz də, çevrə nə qədər böyük olarsa, onun radiusu bir o qədər çoxdur. Ona görə də 1, 4 və 5 olur cavab. 8-ci suala baxırıq. Qarşılı ötürmə ilə fırladılan disklərin üzərindəki 1 və 2 nöqtələr üçün periodları, sürətləri müqayisə edin. Baxın, 1 və 2 nöqtələri qarşılı ötürmədə sürət və yollar bərabərdir. Ona görə də V1 V2-yə bərabər olacaq. Və T-ləri müqayisə eləsək, V bərabərdir 2 pi R bölünsün T düsturuna əsasən. V-nin sabit qiymətində R ilə T düz asıdır. Yəni, yaza bilərəm ki, T1-in T2-yə nisbəti bərabərdir, R1-in R2-yə nisbəti. R1-imiz R-dir. R2-imiz də nəyə bərabərdir? 3-ə bərabərdir. İxtisar aparırıq, 3də 1 qalır. Tənasüb kimi həll eləsək, T2 bərabər olar 3T1-ə. Deməli, T2 də bərabərdir 3T1-ə. Məsələn, o deməkdir ki, məsələn, T1 2 olsa, onda T2 olur 6. Yəni, T2 T1-dən böyükdür bir sözlə. T2 T1-dən böyükdür, o da olacaq 4. Cavabımız olur 3 və 4.